hansı əməllərdən uzaq olmalıyıq ki, öləndən sonra qiyamətə qədər yaşadığımız bərzəx dünyasında bizə əzab olunmasın? 1. Namazı yüngül sanmaq. Hər kəs namaza yüngül yanaşarsa, bərzəxdə, qəbr evində ona əzab olunar. 2. Zəiflərə kömək etməmək, məzlumlara, zəif olanları əlindən tutmamaq. Baxın, bizim dilimiz nə qədər dəqiqdir. Buyurur ki, hər kəs bu dünyada bir zəifin, gücsüzün, məzlumun əlindən tutmasa, ondan kömək istəyənə kömək etməsə, bərzəxdə buna görə o əzab olunacaqdır. 3. Qeybət. Qeybət elə bir günahdır ki, qiyamətdən əlavə öləndən sonra qəbirdə, bərzəx həyatında bizi ona görə incidə bilərlər. 4. Söz gəzdirmək, soxançinlik, ara vurmaq ki var, o günahlardandır ki, bərzəxdə, qəbirdə insanı əzab edilir. 5. Nəcisdən çəkinməmək, paklığına riayət etməmək. Kimsə öz paltarını, bədənini nəcasətdən qorunmursa, napak saxlayırsa, təbii ki, bu bədənin paltarları pak olmayacaq və buna görə də bərzəxdə o adam əzab olunacaq. 6. Ailədən kənar çəkinmək, ailənin haqlarını qorumamaq, ailə ilə əxlaqla davranmamaq, onlara kobud davranmaq. Ki, Peyğəmbər sahabəsi, Allah rəhmət eləsin, Səid ibn Məzunanla bağlı hadisə var. Baxmayaraq ki, Peyğəmbər onu dəfn eləyir, Peyğəmbər onun qəbrinə qoymağına kömək edir, bütün işlərini Peyğəmbər kimi böyük şəxsiyyət ona cənazə namazı qılır, dəfnində iştirak eləyir, amma anası onu tərifləyəndə behiş sənə nuş olsun dedikdə, behiş sənə halal olsun dedikdə bir anda Peyğəmbər anasına qayıdıb ki, tələsmə, indi qəbr onu sıxdı. Yəni, o qoyulan qəbir yox, dedim ki, bərzəx qəbri ki var, onu sıxdı ruhunu, yaxud da bərzəx bədənini, səbəbini ailədə, ailəsi ilə bəd əxlaq, xoş əxlaqlı olmaması ilə, kobud davranmağı ilə əlaqələndirilir.